eğlenceler edirik her şeyin en güzelini. Sizlere gülüşü bəxş edərik biz. Sizin qarşınızda Komedi Kanal. Abşeron Ticarət Mərkəzi 1500-dən çox mağaza ilə alıcılara minlərlə çeşiddə məhsul təqdim edir. Üstəlik, bütün mağazaların qarşısında limitsiz və ödənişsiz parklanma yerləri mövcuddur. Buradakı məhsulların hamısı yüksək keyfiyyətli və zəmanətlidir. Qiymətlər isə olduqca münasibdir. Sərfəli, keyfiyyətli alış-veriş üçün yolunuzu Abşeron Ticarət Mərkəzinə salın. Ünvan Lökbatan, Xocəsən yolu 57, əlaqə Ulduz 67 67. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əliboş nöş gedirik. Buna bax. Nədir Gör o? nəvəmi üçün nə yaparram. Piredo bezi. Bunu ki, uşağa bağladılar. Səncə? Uşaq quzu kimi ya. Hələ buna bax. Piredonun nəm salfetləri. Piredonun maye sabunları. Day, bundan artıq mən uşaq üçün nə yaparmalıyam? Başın işləyir sənin. Yenə dedi, başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki. Götür bezləri, yaşal gedin. Sonra danışarıq. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzanə xanım. Xüsusi sponsorumuz qardaşlar Mebel bu dəfə sizin üçün məktəblər, bağçalar və digər təhsil müəssisələri üçün istehsal etdiyi mebelləri təqdim edirik. Bu mebellər rahat, dözümlü və komfortludur. Əldə etmək üçün qardaşlar mebel salonuna yaxınlaşmanız kifayətdir. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Ay dədəm o! Ad günü dünyasını dəyişən dədəm! Biz dedik ki, indi dədəmin ad günündə 80 yaşı olur. Gələcək, oturacaq. Yeyəcək, içəcək, deyəcək, güləcək, əylənəcək, şəllənəcək, şəllənəcək. Azıcıqla başqa nə söz var? Şəllənəcək, əylənəcək. Gişləyəcək. Giş, sən niyə giş deyirik? Can dədə, gəlmişdik happy birthday deməyə, ağı deyirik. Qənirə, heç məndən soruşmursan bu, niyə qara geyinmişəm? Mən nəyimə lazım nə geyinmişəm? Geyinib gəlmişsən da la, hayda ya. Qənirə, əmmin yaşına gələndə evdə hazırlaşırdıq. Geyindim qırmızı tonumu. Rafaelə dedim, Rafael, gəl mənim zamokumu bağla. Elə zamoku bir elədi, iki elədi, bağlanmadı. Mən dedi, ay qız, get paltarını dəyiş, sarı donunu giyin. Nəysə, dəyişdim əlimi, sarı donumu giyindim, onun da zamokunu nə belə eləyir, illa eləyir, bağlanmır. Bağlanmadı eləmi? O da bağlanmadı. Amma qara donu giyindim. Zamok şapıltıyla bağladı. Sən demə zamok bir işarəymiş.
zəng vurdum. Dedim əmi, sabah sənin doğum günündə ad günü və hansı mahnını oxuyum? Dedi bala, Floradan o qatarın arxasıca baxma oxu. Dedim baş üstə əmi, son arzumu yerinə yetirirəm əmi. Eşidirsən dədə? Eşidirsənmi? Baxma, o qatarın arxasıca baxma. Gözlerini yorunca bakma, bakma. Ata sakla qatarı. Nə, vakala gedirəm, vakala gedirəm. Çatdı ne yevlaxa? Nə olub, uşaq səsini göstərir da, nə olub? Səs göstərmək vaxtı kişi qalıb ortalıqda. Bildik də. Müğənni olmanız deyirəm də. Dedem oy, dedem oy, dedem oy, dedem oy. Dedem oy, dedem oy. 80'de dolu kalan dedem oy, dedem oy, dedem oy. Başı. Elə həyat sevən dedem vardı. O kadar yaşamağı sevirdi. Ne vaxt baxırdım, ancaq brokoli yiyirdi. Pensiyon alan kimi verirdi brokoliye yiyirdi. Verdi brokoliye yiyirdi. Dedim dede, dede brokoli hoş deyirsən. Derdi onu yiyen çok yaşayır. Ne oldu be, hara gitti o brokoli dede? Deyirsən brokoli yerdi? Her gün. Vay. Mən də bir neçə gün bundan qabaq onun ağ şalvarını ütülürdüm. Dedim ay dədə, ağ şalvar geyinirsən. Sonra bir oturup durduğun yerə fikir verdin, ha, yaşıl çəmənlikdə oturma. Şalvarın bütün arxadan yamyaşıldı. Sən demə brokoli yeyirmiş, ha? Brokoli yiyen dedem, ha dede. Dede. Biri sen kim gelip Kamçatkadan dede. O bacımız koşuldu kaçtı. Dedi ne o kaçtı sata onunla kurtardım. Benim o hafta balam yoktu. Yadıma gelir dede. Elə ki sen Kamçatkadan ayda 1000 gönderdi ha. Ondan sonra dedi 10 taşı düşsün sizin başınıza. Ne kalan oldu, ben ondan nefes aldım. Nefes alan kızın gelip Kamçatkadan. Ha başı gel dedenle tasvidan alaş. Ay dede! Papa! Ay papa! Paçımı belimiz İslamasya! El ıslanması, el ıslanması. Papa! Glasamni verin! Ben seni Diraç denime gelmişem yoksa travma! Ay dede! Ay dede! Ben hazırlaşıp İraç denime gelmişem senin de trufun yerdedir! Ay dede! Neyin yerdedir? Trufu! Truf demişken ehsan olacak. Az ehsan yerdə, ehsan odaqana tökülüb qalıb orada, get ye də. Biz nahaydayıq, turp dedi, ehsan yadına düşdü bunun da. Dədə! Turpuma qurban, dədə! Ay dədə, ay dədə, sağ qurban olum, ay dədə. Paçımı belə oldu, ay dədə. Az, sən də 6 aydır Kamçatkaya getmişsən, yığışdır da bu rus dilini. Güya da indi bu rus dilli olub məncə. Az neyiniyim, bacı? Bu xəbərdən sonra məndə qlava mı qalar? Ay qaqa, qaqa elə bir dədənin ürəyinə kapit eləmişdi. Kapit nədir başı? Kapit eləmişdi dana. He, damırdı. 2-3 gün bundan qabaq telefonla danışanda dedim, dədə, sağ Rusiyyətdən nə gətirim? Nə desə yaxşıdır. Nə dedi? Dedim, ha, 6 paşka pambıq gətir. Dedim, ay dədə, pambığı neynirsən, sağ qurban. Gəl sağ Rusiyyətdən şokolad gətirim. Dedi, şokolad istəmirəm. Ay dədə. Başı aldığın pambığı. Almışam. Başı sen aldığın pambık görme de. Onu da ben almışam. Turpuma qurban. Ay dədə. Ay dədə. Dədə sağ qurban. Ay dədə.
Sarı qada qalıb. Xarşıllam. Ya bunu da telefonda nə söyle? Ne oldu be? Bacı, gözünüzü toxtun, gözünüzü ələ alın. Hörmətli qonağımız gəlir. Xarşıllam sizdən, yaxşı. Kim gəlir? Kim gələcək? Yubileydə açılışı kim eləyərsiydi? Yubileydə kim oxuyarsıydı? Az tortu kəsəndə o sokup adamın ağzına qoyan kim olarsıydı? Könül karmana mı gelir? Könül gəlir, ay könül başı. Könül başı. Ay çekil bir yana görmez. Ateş bir yana görüm. Yavrum. Dede köyün gəlir, dede! Ay dede! Köyün gəlir, ey köyün! Adam görməksiniz abi. Az bir dayan o sayılarımız kırılsın. Ver şu seni ver şu. Değmiyor. Zahmet olmasa könül hanım, sizi değerleşin. Ay Könül hanım. İnan. Az dayanın bir kimlikçe bir hörmətli qonaq gəlir. Könül hanım. İnan. Dedem seni elə çox istəyirdi. Elə çox istəyirdi. Bax elə. Sağlığında mən çağırıydınız ana sayılarınız kırılsın. Ha. Köyün başı! Ay biz elə sağlığına çağırmışdık. Sen gelip çıkınca gitti bu. Ben sana bir el verende bu işi nefes alırdı. Behi qaytaran deyirəm. Mektebine bir kaytarım. Ay Könül bacım. Elə çox istəyirdi səni. Elə çox. Bax, harda oxumurdun televizorda bütün günü baxırdın. Deyirdi önləmdən bundan ötürü. Bax, vəsiyyət eləmişdi. Dedi, bax, mən öləndə heç mənim üstümə molla gətirməyin. Yatırmayın. Elə könül gəlsin. Üstümdə bir cağız oxusun mənə bəsimdir. Mən ağlayıyorum. Deyirdi ki, yox, ağlamaq demirdi. Deyirdi ki, könül gəlsin, elə desin ki, göydən yağan yağışda, hər bir süzgün baxışda, bir aləm var, bir aləm. Güneşin batmasında, ulduzun axmasında, bir aləm var, bir aləm. Fəsillər qucağında, sevginin ocağında, bir aləm var, bir aləm. Dünyaya dağılmaqda, ürəkdən oxumaqda, bir aləm var, bir aləm. Görməyəm mahnıya Bu dünyada bir aləm var, bir aləm. Kodumuzu alın. Görməyəm mahnıya var. Bu dünyada bir aləm var. Sonra səyə bax, səyə. Delisən! Elə bir bunun konsertidir. Az dayan da bir saxla. Könül xanım, mən də müğənni olacağım. Hə. Olasın elə. Öz uşaqdan çox oxuyur, nə olub? Mənim mahnımı nə günə qoyublar. Yanağı deyirəm, o caz deyir. Könül xanım, indi görürsünüz. Dədəm nə biləydi ki, sizi belə qarşılayacaq. Niyə belə oldu? Dədəm bu günü bilsəydi heç ölməzdi. Dur lan dede gelip ey köyün gelir. Dur lan dur lan dede. Az öldü. Ay dədə, Cabbar da yox deyə tək gəlir. Dur. Benim burada dedem olur, burada ne konsert çıkarırsan, bu hürmetli olan kalan, ay durma. Ay dayı oğlu konsert çıxardı mırığa. De. Dədəmin arzusu da, dədəmin arzusu Mən niyə yerinə çağırıblar, yetirir. bura, de. El hadi, çöl hanım, 5 dakika dur oturup sen. Çöl hanım indi demesin, hakikaten. Könül xanım, gəl bura. Sizin hatırınız o kadar sonsuz. Otur, otur, sən də bizdənsən, otur. Dede buna bak dede. Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Bu nədir?
Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra şəhərə qədər sənə qulaq asarım. Təki tumum olsun. Oo, qorxu nədir yenə evə əli dolu gedirsən? Evə bazarlıq eləyirəm. Özdə soruş gör bazarlığı hardan eləyirəm. Hardan eləyirsən? Qonşudakı obada. Bəyənirsən eləmə obanı. Bəyənirsən nədir? Meyvə tələbəzə kimi oradan allamayı. Gün işçilər də güləriz. Bazarlığı get obadan elə, xeyir də qonşuya qalsın. Getdim ey qonşu, Sağ ol, getdim. sağ ol. Ay bala, qaynanan gili qonaq gələcək, yoldadılar. Bazarlığı eləmişə meyvə şirəsi almaq yadımdan çıxıb. O iş məndə ay ana. Bax, almışam. İllərdir dadı dəyişməyən, təbii, ağız dadımıza uyğun natura şirələri və nektarları. Qışda da, yayda da natura şirələrindən gözəl, dadlı nə ola bilər? Hər ağız dadına görə növləri var. Bala, hələ qaynanan gili gəlir, əl-ayağa düşmüsən. Bacın gili gələndə də bu meyvə şirələrindən al gətir də. Bilmirsən, bacın da bu şirələri çox xoşlayır. Dədə hiss eləyirsən, könlün əlidir, bax. Bu birdən yaşayar, Ay Kenan xanım, inandırım sizi ki, indi deməsin. Həmişə deyirdi ki, mənim o mənsim olmasın ki, orada Kenan xanım olmasın. Sizin mahallarınız da bu kişi yaşayırdı. Həmişə deyirdi ki, mənim rəhmətli dədəm. Az içimin oduyla alışıp yanıram ben. Bu gedişle ağzımı beklemez sanırım ben. Bu dünyanın içində, dünyanın dönürəm mən. Dünyanın dönürəm ben. Ben balaca dünyam var, ben balaca dünyam var. Dünya mənim dünyamdır. Ben balaca dünyam var, ben balaca dünyam var. Dünya benim dünyam. Canım, mənim dədəmi sən öldürdün Könül başı. Mənim dədəmi sən öldürdün, ne Könül başı? Neden niye? Neden niye? Ne bak sen çıktın televizyon dedi ki, bu Könül okuyandan mənim ürəyim var. Yine bu Könül çıktı, mənim ürəyim var. Mənim dədəmi sən öldürdün. Piotr, yaş özün ala Piotr. Özün ala. Mənim dədəmi sensin. Özün Sen öldürdün mənim Ya dədəmi. sen açar adam yoksun. Sesini tona ver ha bu. Kavandaşın deden dönük şıkkı tutsun. Könül xanım değil. Qağa, ala mənim Könül xanımla şəklimi çək. Rusiyyətdə göstərəcəm ki, gör dədəmin yasına Sən, kim sən gəlir. hardasan? Acıq verəcəm də. Burada, sən... Ay yox, Rusiyyətdə. Burada çəkdə. Az şəkil geldi bura. Ay yox, nə olub, uzanıb da. Tezeli şaşırdı Gel satırı. Görüp gel gelen batırlar. WhatsApp-a qoyacam. Ay dədə, ölən günün deyə dədə, ölən günündür, Könül gəlir. Dədə düşməsin. Dədə düşməsin. Yox, yox. Mənə saxla. Bir görüm. Oy, Könül başı nasıl? hala kişi getdi. Çək. Birini də belə çək. Ay qaqa, birini də belə çək. Ağlaşırıq. Abi kaldı yerde soğudu. Fanatıyam, fanatıyam ya. Az bir... Könül başı bir tane mi? Könül başı bir tane böyle çektiler. Tez elə. Mama, sən belə. Sən belə. Mama, sən belə. Sən belə. Ey Könül xanım, belə əl belə elə. Könül xanım, bir də cheers. Cheers. Vay ben geldim. Gözünü de. Az yavaş dedem ayağını düşer. Könül xanım, dene durun belki. Ya, Tezleştin. Bir dəqiqə bax, ver bax. Könül xanım. Ya dayan ha. Zibil atmışsak ha. Ay, yavaş. Deden de. Kişi Dede dinleyecek. ben bırak yiyeyim, şişmişsən, neyse. Yavaş pambığı düşdü. Diriləcək axırda. Dirisi nə dərdimiz var da Könül xanım? Kəşke dirilərdi. Ay Könül xanım, inan, eşdən kimi ki, az günə gələsiz. Dedi ki, çəkilin şarları özüm tombaldacağım. Dedim ay dede, sen de hele nefesden geldin.
Don battığı bu oldu. Nefesim buna çattı. Görür bacı. Ay qaqa, ver o dədəmin son nəfəsim mənə. Ay dədə, nəfəsə qurban olum, ay dədə. Son nəfəsimə qurban olum, dədə. Başına vardın. Dədəmin havası çıxdı. Ay dede o. Ya baba, ananızı tutardınız da yığıştırın. Cenaze başı gelir. Tamam. Ata, bakarsın. Biləsinlər, ay dədəm buna biləsin yeri. Dədə, bilə. Bacı o pilyen yeri çok da harap olur. Dayan, qadan alım. Dədəmin bəs arzusu var idi, istəyi var idi. Qoy onu elə götürək yerdən. Könül xanım, elə əhd eləmişdi ki, bax. Demişdi ki, ad günümdə o tortu, bax könül kəssin belə çəngəllə versin ağzıma. Sonra da mən tortu onun ağzına verim, bax. Ağzı yumulu ver, hara dürtüm. Könül bacı onun ağzını açmaq mənim etdi. Könül xanım, biz bir tərbiyə açarıq, amma öyle şəkilimiz olsun ki, tort verirsiniz də ona. Dədəmin Könül bacı, sən o taşa bax. Mən kömək eləyəcəm, məsələn. İnan, gecədən məşq eləyirdi ki, mən tortu könülə nətər verəcəm. Yox, mən qorxuram. Mən verəcəm sana, sən dürt ağzına. Yox. Mən qorxuram. Yox. Mən sana verəcəm, sən də dürt ağzına. Könül bacı. Dadam de, ay Könül xanım. Ağzı gələ də dürt dersən ki. Ay Könül xanım, kişi istəyirdi ki, sən dürtəsən. Könül xanım, sən onun sağlığında qorx, ölüm et ha. Ağır aşırı. Aşağı ot başladım. Bir qaşıq. Sen başladın, aşağı ot. Kim sakin? Çəkini çək tez elə. Ot aşağı, başladım, ot aşağı. Dede, burada de, dede. Oy dede. Belə gəl, qaz. Belə sən Ay gəl. dədə. Belə sən gəl. Oradan qaçaq ki. Ondan bir qısıq, dədənin ağzını deyən açaq. Mən. Könül xanım, ona baxın zəhmət olmasa. Az indi dur. Dədəm video çəkəcəm. Az tez elə. Happy. Dur, oxuyam. Happy birthday to you. Happy birthday, happy birthday. Halal olsun. Könül xanım. Ay, nəfəs kəsin. Az. Sağ getdi. İndi onun dədənin əlinə ver, o yedizdirsin onu. Könül bacı, gel bura başladım. Çəkəcəm, deyən. Yok, ver bir tane bunu vereceksin. Dede, dur dede. Yan elini çıxardım, dədə əli ver. Oy Allah, indi bunun əlindən bu nətər tutacaq. Nasıl? Happy birthday to you. Happy birthday. Arzuma çatdın, könülə tort yedizdirdin. İndi bir arzumuz qalıb. Bizim yox ha, dədəmizin əhdi idi. Onu da yerinə yetirək, elə götürək də dədəmizi. Demişdi ki, könül gələcək. Ad gününə fikirləşmiş, demişdi bir ağız oxusun. Bir ağız. Oxu elə bax, onunla da götürək, nə olar? Bir qol qaldırsın, yalandan əlim belə tutaq ki, oynadı. Gözle, Könül bacı, gözle mahnın koşun. Qoş. Dədə! Gündür var da Könül xanım, yüzümüzü veylədiniz, biz də ki oynaşırıq tabii. Olar. Ölən günündür, dədə, ölən günündür. El halay söktüm sesi geldi.
İçimsiz güneşsiz etmedim. Yüreğimde soldu dinlendirmedim. Ben de gel kurbanım oldum. El harası Size dedim girilecek. Dede! Ay dede! Az. Emi! Dede! Dirildin sen ölmemişsin. Boy. Dede. Dede! Sensin. Ölmüştüm ne? Işıklı yolla gedirdim. Ha, ben niye qayıtdın? Deren könlün sesiyle dirildim. Öyle ol. Ay sağ ol, de. Bir de gördüm köylü der ki, beni de gel apar kurban ol. Buyur ağız, koy kulağımı derdim. Gedirsən mi könül bacı ondan? Yok. Ay, geçsin ora könlü istəməyənlər eşidin. Dede. Dede arzuma çatdı ne bak könül geldi. Deyirəm Gönül xanım, mən sizə təşəkkür bildirirəm. Hə. Bax, səsin gücünə bax. Səsdə olan məlahətə bax. Səsdə olan sevgiyə bax. Ölün dilindir, başqa nə hanım? Əgər könlü elir, deyir özündən ölsün, mənim acınım daxımın. Ağ elədiniz ha siz. Ağ elirsən ha, bax, yapacaq, pamborlayacağım ha bu dəqiqə. Bir dənə matile, tehlikeli de öyle atam. Bir dənə matile özündən Ağsaqqal. sağlaydı. Az günüdür de bir dənə. Bir dənə özündən matile. Matilə, gəlib könlü. Öp. Bunlar jestim benim ab günüm değil. 80 yaşında deməkdir? Bir dənə öp. Allah. Öp dana. Bak tez elə dana. Ay Allah. Değme! Bir de! Bacı dayan! Gönül xanım, yüzünüzü! Yok. Elə belə çənədən. Öləsən ha bak. Elə belə yoxlayaq da, belə. Öləndən öləcək, rahat ol. Mən maraqlı deyim, bu ölüm mən maraqlıdır. Qoy yoxlasın da, qoy yoxlasın. Bunların dalınca gitmek. Qoy qabasda bir məşq eləyək, sən ölüm. Uy Allah. Esad olmadı mı? Ben de diyeyim sen. Ay Könül xanım. Bizim nəsli başsız qoyduğunu kişilər hamısı götürdü. Gör nə deyirəm, bir Az dənə mən o- nağarım. Gözünüz öpsünlər öpdüdən. Mən nağarım indi. O mahnını bir daha da oxu bəlkə dinildilər. Mahnını desələr. Allah qaldı Şimdi tenha kalıp günlerim sensiz. Dilim sözsüz olup dudağım ermezsiz. Deneyeceğim dözürsen sevgilim bensiz. Ben de gel yapar kurbanın olur. Şimdi tenha kalıp günlerim sensiz. Dilim sözsüz olup dudağım ermezsiz. Deneyeceğim dözürsen sevgilim bensiz. Ben de gel yapar kurbanın olur. Zarım ha. Beliye saldın bizi, beliye saldın. Sana dedim koy oturak da, koy oturak bir yerde. Direştin ki, gidek. Gidek rayona. Aa dedim bilirsən lan. Yok. Tanış olmamızın ikiliydi. Gedək rayona. Aa dedim bilirsən rayona. Qəşəng işi qurmuşuq. O boyda Mimar Azəmdə 600 mata kirayə ev tutmuşam. 600 məndən çıxır rayona. Yok gedək Qəbəliyə. Xeyr olmadı. Direşdin, getdik yolda düşdü ya var ya. Zarıdır. Mənim arvadımla 25 illiyimdə biz Qəbəliyə getmədik. Düşdük İlyasın kafesine.
Bir dənə ələnci arvat yedi, bir dənə də mən, bir dənə də yayma xəngəl çıxdıq gəldik. Amma ikiliyimizdə Qəbəliyə getməlidir. Qəbəliyə gedirik də. Dedim ki, Lamış, qoy maşını özüm sürüm, Lamış. Lamış, dəymə, qoy çıxaq gedək çataq o 3-cü evə, Lamış. Əl çəkmədin. Ver mən sürüm, verməm sürüm. Bu da sürdü, yolda duman. Mahnın da qoşub, ora bir dənə. Lokko, gedirik. Perra, gedirik. Yol duman, tormuz verin, gördün, herra, perra, lokko, girdi. Dedim, mesajda arvat mağazan gələdi, mən onun telefonu götürəmədim. Ondan mənə mesaj yazdı. Dedi ki, əgər sən çörək dalında gedirsənsə, sağ get, salamat gəl. Dedi, yox, şuluq işin varsa, heç salamat gəlməyəsən. Həmin mamatda lokko. Lokko. Getdi. Ödə deyirlər, anaların ahı tutur. İndi arvatların ahları daha sürətlidir. Şıpıt tutur, şıpıt. Şıpıt. Gedəyəkdir. Burnumuzdan gətirdin, yer ged o tərəfə. Vay! Ay Bahadır! Evim yıkıldı ay Bahadır. Bu ne derdiydi düştük ay Bahadır. Hanım Bahadır'ı buraya yerleştiripler mi? Ay hanım. Bahadır'ımı buraya yerleştiripler mi? Ay hanım. Biraz sakin olun. Bura xəstəxanadır. Siz niye çıkıp bağ salmışsınız burada? Özde hele değil mi? Dedim Bahadır, yavaş sür. Yavaş sür. Maşının dalına yazıp yapıştırmıştım ki sürme 100 yaşa 100. Kime dersen kulak asmadım hele. Ay Bahadır! Ay hanım sakin dayanın. Burada böyle kışkırtmağı çalmak olmaz. Palatada hamile kadınlar var. Onlara stres yaşamak olmaz. Başa düşmədim mi? Siz niye Bahadır'ı doğum şöbəsində yerləşdirirsiniz ki? Hanım, xəstəxanada palata yox idi. Ona görə məcburi doğum şöbəsinə yerləşdirdi. Narahat olmayın, doğum. Dedim birdən sənə hamilə. Can ay Bahadır, can. Ölmədin, doğum palatasında gördün. İndi nətərdir vəziyyəti? Belə qənaət bəxşdir, amma çoxlu yatır. Çoxlu yatır. O elə yatağandır. O elə yatır. İnanırsan evdə 2 dənə qabı yuyuram ha. Qabı yuyub gedib yanına girincə görürəm uje yatıb. Öz də mənə gedəndə deyir ha. Deyir gözləyirəm gəl. Gedirəm Bahadır nə gəzir? Bahadır dönən var bugün yox. Yox da Bahadır. Ay xanım biraz sakitləşin, özünüzü ələ alın, hər şey yaxşı olacaq. Belə ki siz onun nəyisiz, bacısısınız? Az nə bacısı? Mən onun halallıca, kəbirli nikahlı, sənətli subutlu, 25 il bundan qabaq mikrofona hə dediyim həyat yoldaşıyam. Siz həyat yoldaşısınızsa, bəs Bahadır bəyin yanında yatan kimdir? Bahadır'ın yanında 25 ildir mən yatıram. Kim uzatmış sərimin yanına? Yox ay xanım, Bahadır bəyin maşında olan xanımı uzatmışıq onun yanına. Bahadır bəyin maşınında olan xanım nədir? Bahadır tək gedirdi. Kim var azı içərdə? İmkan ver, boy verim. Ay xanım, İmkan ver, az bu nətər? Gəlir, mahrizə gəlir, nə sərilmirsən. Bilsən kimdir? Səni lokkuldadacaq, gəlir. Sən dedim ki, heç olmasa ver mən sürüm, sən də ayağımı qoy şitin üstünə gedək də. Gedək də, indi bax bu dəqiqə girmişdi o isti baseniyə, çıxırdım, gedirdim üstündə də. Mənə bax, sən qalmaq istəyirsən, ikinci mərtəbədəyim, lokko. Qalımsa yerə daha çox sağ qala bilərsən. Allah'ım oğlum var. Alın yoxdur, nə gəzirdin? Nə gəzirdin Qəbələtə? Mənə bax, versən məni, gəl nə deyirəm. Ağlın varsa ayılma. Ağlın varsa ayılma.
İşıqlı tunel gələcək, işıqlı tunel. İşıqlı tuneldən arayla çıx. Arayla çıx. Mən tuneldən qorxuram. Mən qorxsanda o tuneldə səni ağ başlı, ağ saçlı bir kişi sarıyır. Gəl. Ona qoşul get, narahat olma, sən heç də eləməz. Mən qorxuram tuneldən. Sən belə dəngə gözümdən. Zəhər var. Zəhər var. Oradan ayıldı yoxdur. Sənin sualına cavab tapmayınca ayıldı yoxdur. Ay xanım, zəhmət olmasa özünüzə ələ alın. Yaxşımı? Sakit olun, dərindən nəfəs alın, sonra buraxın. Elə Bahadır Səlim isə düz eləyir. Buyurun, keçin. Biz burada uzanmamalıyıq, üçüncüdə uzanmalıyıq. Allah! Keçə bilərəm, sakitəm. Keçin, rahat olun da. Həyatda hər şey baş verir, rahat. Bahadır, kimdir bu qadın? Mənə cavab ver görüm. Az kimsən sən? Kimsən mənə cavab ver? Səni parçalayacağım mən. Kimdir bu? Ay xanım, sakit olun, xəstəylə işiniz olmasın. Bura palatada olmaz, sakit danışın, ay xanım. Nə sakit? Mənə bax. Ağlın varsa ayılma. Oradan o yana get. Onsuz da ayılsan özüm səni yollayacağım. Bahadır kimdir bu qız? Özdə, buna zəh vururam yolda görüntülü. Açmır, deyirəm yazmırsa, telefonu götürərəm, radara düşərəm. Radara indi düşdün, Bahadır. Radardasan. Ay xanım, sakit olun, hər şey yaxşı olacaq da, dəymi? Bahadır, bu mənə niyə cavab vermir? Mən dediniz bayılıb. Mən dediniz reanimasiyadan çıxıb yaxşıdır. Komadadır bu. Ay xanım, nə komayı? Koma nədir? Bayaq ağlaymışdı, özündəydi, televizora baxırdı, sonra qəşəng 2 dənə kasa sup yedi. Hə. Sonra xəngəl istədi, dedi ki, sənə xəngəl olmaz. Sonra keçdi qonşu palataya, Zahın orada xaşı var idi. Sonra keçdi qonşu palataya, orada Zahının quymağı vardı. Quymağı da aşırtdı, gəldi, uzandı. Koma nədir? Komada deyir. Bahadır bəy! Bahadır bəy! Bahadır, bir dəqiqə dayan. Bahadır, özvəlliyə vurma. Ay xanım, siz sakit olun da hər şey yaxşı olur. Mən gedim baş həkimi çağırım. Qoy soruşaq, qoy görək bu niyə ayılmır. Komadasan, Bahadır. Qoy görüm həkim nə deyir. Ama sen o avariyadan kurtardığı biz. Getir şişeye göle. Bundan kurtaramıyorsun. Bir keyif çizer. Keyif, tamam. Zarma. Ha zarma atın beni evden çarpma olsun. 40 tane varyant verirsen. Bir tane varyant ver diye çıkartar da. Ay, Zarı. Zarı. Gel görəsən. Ay bay. Gələ yağlayayım, doktor. Yağlayayım, gələ, hə. Gəlin zəhmət olmasa. Nə olub qardaşa? Bu deyir ki... Bağışlayın, üzüşdürüm, bağışlayın. Bu elə bil ki, deyir ki, bayaq ayılmışdı. Bəli. Amma elə bil indi komadadır, ayılmır. Aha. Niyə mənə cavab vermir? Bəs siz dediniz ki, bu qənaət bəxşdir. Bu nə tər qənaət bəxşdir? Aha, aydındır. Mən sizə dinlədim. Nəyə də oxşuyur, Sözün açığı xanım, bizim özümüz də bu dəqiqə şokdayıq. Çünki biz bu qardaşı Qəbələdə hadisə yerinə götürəndə hər şey yerində idi. Huşu yerindəydi, suallarımıza rahat şəkildə cavab verirdi. Bu niyə belə oldu? Qəbələ? Hə, xanım, o atelərin siyahısı var ya, o sırada. Qəbələ nədir? Bəli. Və bu mənə dedi ki, Zəngilana armatura aparıram. Armatur budur. Az baxsa deyirəm, çalış ayılma. Sən ayılsan var ha, səni armatur kimi toxuyub üstüvə beton verəcəm, biləsən. Xanım, xahiş edirəm, özünüzü əl alın. Çünki burada digər xəstələr də var, onları narahat eləməyək. Sözün açığı, xəstənin birdən-birə biri olmağı bizim də xoşumuza gəlmədi. Ona görə də ona elektroşok verək ki, o... Yaxşı. Nə verirsiniz, verin, elə elin ayılsın, bu mənim suallarıma cavab versin. Bu dəqiqə. Mən bu cümlələri dindirəcəm. Narahat olmayın. Bəli. Doktordan xahiş edirəm. Buna bax. Yerə də gəlib uzanıb ərimin yanındakı. Allah köməyin olsun, ay xanım. Tak. Burada hazır işlər görək.
Bildiğin pişik balası olub. Niyə belə eləyir bu həkim? Sözün açığı, bir dəqiqə özüm də şokdayım, mən hələ belə bir şey görməmişəm. Sözün açığı, mən sizə belə bir izah edeyim. Sizin həyat yoldaşınızın beyin daxili orqanlar içində, məsəl üçün, hər hansı bir hüceyrələr vasitəsi... Bildiğin başı qaçıb. Açığı bilməzsinizsə, bildiğin başı qaçıb. Ona görə də... Nəqərsizliyin özünə gəlsin də. Siz narahat olmayın. Tok verirsiniz. Hə, bir dəqiqə narahat olmayın. Bahadır, qoy sənə tok versin, başın qaçıb və qayıtsın. Özəl alın, xahiş edirəm. Siz rahat olun. Hə, ver, qoy gəbərsin. Bir dəqiqə. Sən nə diləksin səni mənə? Görürsün, reaksiya var. Reaksiya var, amma hərəkət. Sən beyinə getmir, siqnal getmir. Ona görə də biz siqnalı qaytarmaq üçün Siqnal ver, buna elektroşok siqnal. mütləq şəkildə lazımdır. Ver, siqnal ver. Bir dəqiqə üzr istəyirəm. Səni qışqırdacaq indi Bahadur, dayan. Siz xahiş edirəm. Görürüm sən Qəbələ yolunda nə əzirdin. Araldırın biraz xahiş edirəm. Aylamış! Necə kanaldan balıq tutursan necə? Gözünüz aydın olsun, ayıldı. Salam meleykim. Ayıldın Bahadur. Bəli. Mahir. İndi mənim suallarıma cavab ver. Buyurun. Bahadur. İndi mənə de görüm, sən Qəbələ yolunda nə əzirdin? Bu da kimdir? Marizə, mən həmişə demişəm, indi də deyirəm. Mənə qalan sən olasın. Ay, sən hələ mənim suallarıma cavab ver görüm, sən özün bir qalırsan mı? Kimdir bu qız? Qəbələ yolunda nə gəzirdin? Marizə, deyirəm, sən əgər imkan varsa deyərəm, burada, hamımız burada. Bahadur, mənə cavab ver görüm, sən Qəbələ yolunda nə əzirdin? Marizə, sən mənə əgər görüşürsə, gör qofam əqvarabadan, mən qan itirmişəm, Marizə. Mənə 2 plus sən qan təşkil edər, onun üçün mən sənə cavabı verəyəm. Sən heç nədən narahat olmuyor. Bizim qan bankımızda yetəri qədər qanımız var. Lazım olsa biz oradan qan götürəcəyik. Qan var sizdə? Bəli var. Qanıma verənəsən. Ayrı vaxtı bütün nəsli yığırsınız xəstəxananın qavanına ki, qan ver, qan ver, qan ver, qan ver. Nə oldu, olası oldu? Bu şokdan irəli gəlir, biz öyrəşmişik belə xəstələrə. Ora bura vurnuxma, Bahadur, vurnuxma. Hara qaçatsan? Mənə cavab ver. Deyirəm, Marizə, mən... Qəbələ yolunda nə əzirdin sən? Sən getmirdin armatura aparmağa? Bəli. Marizə, mən bilirsən ki, Zəngəlanda tiket işləri gedir, oraya armatura aparırım. Hə. Qəbələ yolunun üstündədir Zəngilan? Yox, belə gedib, belə. Hə. Prosto, sən o günü mənə dedin ki, bəs uşaq yolka istəyir, niyə yol qalmırsan? İstəyə bildik. Mənə dedim ki, gedib bu dəqiq yolkalı, dedim ki, uşaq yolka istəyir. Mən də getdim yolka almağa. Yolkanın da maraqlandım 1000 manatadır, o belə şeydir. Belə interesli, belə yekəsi 2 metrdir. Onun belə ağ, üstü ağ şey edirlər, indi 1500'dür o. Sonra belə qızılı təhər bir şeydir var, o 2000'dir. Ən ucuzu 800 manatdır. Gördüm ki, Marizə, mənim pulum yoxdur da, mən yol kalmağa. Özümü çox pis elədim ki, sən nətər kişisən ki, sən bir dənə uşağına yol kalanmırsan. Dedim, belə kişi olar, bu nə yaşamaqdır, bu nə yaşayışdır. Nəysə Marizə, dedim ki, maraqlandığımı dedim, görüm bu yol kalma orijinallardan, dedilər ki, Qəbələ yolunda var. Marizə getdim, Qəbələ yolunun üstüne, o gedəndə səndən bana zəng vurdun, sonra mesaj yazdın, ne cevap verim sen dedi. Onda ben doluqsunmuştum. Sana cevap vereceğiz. Doluqsunmuştum, o doluqsana gözümü şey tut, o da yolladı vallahi dersin. Sen kardeşsin. Oradan öyle şey oldu, sürüştüm orada, göl vardı, özümü saklayamadım. Düştüm göle. Bahadur. Yolkaya görə getmişdin Qəbələyə. Yalansa, səni yolka ağacın başına ulduz əvəzi quraşdırım. Bax, 12 tamamda bir dəfə yanasan, sönəsən. Gölə düşdün sən, eləmi? İnandıq.
Tutaq ki inandıq. Hə, bu gedib Qəbələyə uşağıma yolka atar. Kövrəldim, inandım, Bahadur. Hə. Bu kimdir? Yox, Qəbəliyə getməyimizə okeysən? Okeyəm. Ona keysənsən, növbəti key gəlir. Bu kimdir? Bu kim? Düşdün gölə. Mən də bir maşınım, sən oradaydın, özün göründə olursun. Mən o üçün maşını idarə edəmədim. Bir o tərəfə, bir bu tərəfə gəldim, nəyi var da, bax, belə düşdüm gölə. Bu kimdir? Mən düşmüşəm gölə. Maşınla düşdü gölə. Hamımız. Səni bildim Bahadur. Gedirdin yol kalmağa. Gözün doldu. Kədərləndin, kövrədin. Təpəsi üstə getdin, düşdün gölə. Okeysən? Mən də keyim, hə. Bu kimdir? Bu su pərisi. Su pərisi? Bu su pərisidir? Hə. Burası qaramtıldır. Hanı bu su pərisinin quyruğu? Hı? Demirsən su pərisidir. Ay doktor, su pərisinin quyruğu olmur. Hanı? Marida, sən özün bilirsən ki, mən yenə deyirəm, mən uşaqlarıma görə mən getmişəm orada. Bildik. Mən ora görə getmişəm də, mən uşaqlarımı düşünüb getmişəm ora. Mən bunu su pərisi kimi bilmişəm. Hə. Ondan o tarafa mənim xəbərim yoxdur. İnandım. Mən komadayım, mən komada olmuşam. Ay kimi Hanı quyruğu? Quyruq hanı? Quyruq. Ha, burada quyruq göstər. Bir dəqiqə də həkim bizi oradan, mən bunu su pərisi kimi görmüşəm. Oradan da qoyun. Ay doktor. Bəli. Bu mənim üzümə dayanıb. Bəli. Sən maddə görüm. Bəli. Su pərisinin ayağı olur yoxsa quyruğu? Haqqına danış, ha doktor, haqqına danış. Mən kora kimi mən görmüşəm su pərisi, mən komada olmuşam. Ay sağ ol. Belə bax, düşdüm ha suya, lup elədim ha. Lup elədim, gördüm ki, bax, belə nəsə gəldi. Özdə bir maraqlı gəlişi var idi, bir maraqlı gəlişi. Oy, həkimi tanıdım ki, bizim neçqatı, Ha, o üzən bu xanım. Bəli, haramın olsun, tanı. Quyruğu niyə yoxdur su pərisinin? Mən sizə onu tam olaraq ətraflı izah eləyim, xanım. Deməli, bu həqiqətən də su pərisidir. Bəli. Sadəcə bu... Dolamısınız məni. Necə? Dolamısınız. Yox, sadəcə belə bir film var, Amfibiya Adam. Eşitmişsinizmi? Baxmısınızmı elə bir filmə? Hə, Baxır mı? Baxır. Eyni cinsdəndir. Həmin o cinsdən olan süpərləri həm suda yaşayır, həm də quruda. Ona görə də bunun quyruğu olmur. Belə. Quruya çıxanda quyruq olmur da, suda quyruq olur. Mən indi bunu suya atsam quyruq çıxardacaq. Yox, nə də bilərik bir dəqiqə. Yox, hələ sələdir. Hə? Yox, su bu şəkildə yox. Elə, mən deyirəm dəlmə olursun. Su pərisiymiş eləmi. Bəli, bildiyimiz su pərisi. Əgər inanmırsan, sən Mahirəcə, sən bilirsən, mən yetərim, mən oraya yolu qazanırım, mən bir şey yapmışım, yolu qazanırım, mən olan deyirəm, mən sən lazımsan. Bahadur, sən qadan alım. Deyirsən qadan alım, gəlmirsən, gedib boş qapı yürsən eləcək. Mən gəl sana boş qapı yandı, mən gördüm boş qapı yandı. O boş qapıdan bunlarda da vardır, onlardan yumur bu boş qapı. Allah qayrim, yatırsan da gözləmirsən ha. Hadi gəl sana, içiyə kimi də harım mən yedim. Səndə nə yesən boş qapı yollar? Yollar, elə mi sən? Eyni vəziyyət. Qadasını alaram. Doktor, mən bunu apara bilərəm evimə, yaxşıdır. Mən bunu aparım, onunla nağarı seriyində quyruq buraxmır, ta suya buraxırsınız, quruya buraxırsınız. Öz bilərsiniz tay. Mən belə gözümə gələcəm də, mən bu halımda, mən Konya'ya düşəməcəm, kim cavab verəcək mənə? Yox, gedə bilərsin. Kim cavab verəcək? Mən hələ bir yatmalıyım, özümə gəlməliyim hələ. Yatmalısınsa, onda... Dincəl. Bir daha baxarıq, görək nə var, nə yox. Gəl, mən sizi yola salım onda. Hə. Yola salım onda. Gəl. Onu yola sal, gəl bura bir dənə.
Onu yolasa Qəbral. Onu yolasan mənə bir də iynə vuraq. Qayın oğlu qoyun. Yolasan Qəbral dana. Doktor, dəqiq supersiz də, mən yalan demirsiniz. Mən bir şeyin fərqində vardım ki, siz həqiqətən də keysiz. Mən sizi yola salım, yolda hər şey izah edəcəm. Okeyəm, Gedim. Gəlirəm xanım, siz gedin. Pulu götür. Neden yani? Orada 700 manat var. Halal. Sen yaz ki, yaz. Ve bize sen gel ya. Bu gece bizi tezgiri Türkiye kötüttüler. Aydın məsələdir. Aydın məsələdir. Bir həftə. Süpersən bir yerdə, süpersən bir yerdə. Tabii orada ne yerəm ben? Özümdə pərin tənə iş var. Süperli getməliyik də. Aydın məsələdir. Oldu. Təşəkkür edirəm. Çox sağ olun. Merhaba, Türkiye'nin sen de rahatı taksiyle gidip taksiyle de geleceğim. Sen zara hele, zara. Sağ ol ha, Türkiye'ye giderek gibi. Yes. Qasım, hələ çox gəzəcək. Ay Qəmər, Hə. Abşeron Ticarət Mərkəzində mağazalar gör nə qədərdir. Hamısı da yanbayan, hamısında da kampaniya var, onlardan yararlanmaq lazımdır da. Hə, gedək yararlanaq. Əsas odur ki, mən bu turbalardan götürdüm. Götür. Götürdüm kəndə. Sözsüz gedin, mən pulum verim gəlirəm, gedin. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalın. Mən Offsite mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzanə xanım. Verilişimizin xüsusi sponsoru Natura meyvə şirələridir. Natura şirə və nektarları müasir avadanlıqlarla təchiz edilmiş Qəbələ konserv zavodunun insan əli dəymədən tam gigiyenik və avtomatlaşdırılmış şəraitdə istehsal olunur. Müxtəlif çeşidləri ilə hər zövqə uyğun dadlarla təbii ləzzət bəxş edən Natura meyvə şirələri süfrənizə ləzzət və rəng qatacaq. Natura, təbiətdən gələn dad. Salam aleyküm. Salam aleyküm. Qardaşlarım belə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəng-bərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, ofis üçün mebellər. Ha, belə kresloda oturub, işdən yəsən nə inəyərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyəm da, sənin qardaşın arvadının söhbəti mənim nimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax,
Deyirsən qardaşın arvadı nə deyirdi? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedim? Oo, qonşu, nədir yenə evə əli dolu gedirsən? Evə bazarlıq eləyirəm. Özə soruş gör bazarlığı hardan eləyirəm. Hardan eləyirsən? Qonşudakı obada. Bəyənirsən eləmi obanı? Bəyənirsən nədir? Meyvə tələbəzə kimi oradan allamayı. Bütün işçilərdə güləriz. Deyirsən, yəni gedim evə bazarlığı mən də obadan eləyim? Gecikmisən. Ay kişi, bazarlığı get obadan elə, xeyir də qonşuya qalsın. Getdim ey qonşu, Sağ ol, getdim. sağ ol. Çox dəyərli tamaşaçılar, bir Komedi kanalında sonuna gəlib çatdıq. Minnətdarıq bizi izlədiyiniz üçün. Sabah görüşənədək.